Deməli, burada baxalım. Birinci sual. Ağciyər kötüyü verilib, ağciyər kapilyaları verilib və ağciyər venaları verilib. İnsanın kiçik qan dövranına aid verilmiş damarlardakı axan qanda oksigenin qatılığı, oksigenin dəyişməsi qrafiki müəyyən edin. Ağciyər kötüyündə oksigen az səviyyədədir. Amma sonra gələcəkdə ağciyər kapilyarlarına. Ağciyər kapilyarlarında təbii ki oksigenin miqdarı artacaq. Çünki qazlar mübariz gedəcək. Ağciyər venası da qanı ürəyə gətirəcək. Ona görə doğru cavab kimi biz buradan B variantını götürəcəyik. Keçək ikinci sualımıza. Cümləni düzgün tamamlayın. İnsan asqaridi və uşaq biz quyruğundan fərqli olaraq exinokok insanda parazitlik edə bilir. İçərisi maye ilə dolu ilk bədən boşluğuna malikdir. Exinokokun bədən boşluğu varmı? Xeyr. Bu da yoxdur. Bu da getdi. Amma hermafroditdir? Bəli. Bunu götürəcəyik. Niyə? Çünki asqaritlə uşaq biz quyruğu ayrı cinsiyyətlidir, amma exinokok isə hermafroditdir. İnsanın embrional inkişafının hansı mərhələsi və ya mərhələləri uşaqlıq borusunda başlayır? Hansı mərhələsi və ya mərhələləri uşaqlıq borusunda başlayır? Uşaqlıq borusunda təbii ki başlayan bir dənə başlanğıc dövrdür. Çünki növbəti mərhələ Rüşeyn mərhələsi uşağa yapışdıqdan sonra baş verir. Döl mərhələsi də cift əmələ gəldikdən sonra baş verir. Ona görə doğru cavab buradan B variantı olmuş olacaqdır. Keçək indi dördüncü sualımıza. Dördüncü sualda bizə nə deyir? Çöl göyərçininin skeletinə aid verilən sümüklərin birləşmədən hansılar ev itində də olur? Bud sümüyü, çanaq sümüyü. Bəli, bud sümüyü, çanaq sümüyünə ev itində var, ola bilər. Ümumiyyətcə, quşlarda pəncə lüləsi var, amma ev itində pəncə lüləsi yoxdur. Qabırğa döş fəqrəsində bəli, hər ikisində var. Körpücük sümüyü, deməli, qarğa sümüyünə ümumiyyətcə itlərdə sadəcə iki dənə kürək sümüyüdür. Onda körpücük sümüyü yoxdur. Ona görə bu olmayacaq. Kürək sümüyü bağ sümüyünə, bəli, hər ikisində vardır. Qarğa sümüyü döş sümüyünə, dediyim kimi, göyərçində qarğa sümüyü var, amma ev itində qarğa sümüyü yoxdur. Ona görə cavab 1, 3 və 5 cavabı olacaqdır. Nə üçün insanda hərəki neyronların aksonları boz maddənin əmələ gəlməsi işlə getmir? Hərəki neyronun aksonlarının üzərində ağ miyelin qışası vardır. Onların üzərində ağ miyelin qışası olduğuna görə onlar sinir toxumasının boz maddəsini yox, ağ maddəsini əmələ gətirirlər. Ona görə doğru cavab kimi buradan C variantını götürmüş olacağıq. Altıncı sual. Cədvələ əsasən x üstəgəl y cəmini hesablayın. Şirin su hidrasının əlverişsiz şəraitdə qamçıya malik hüceyrə müxtəlifliyi 2 dənə. Çünki bir spermatozoid var, bir də həzm hüceyrəsi vardır. Bu 2-dir. Əlverişli şəraitdə xarici qatda hüceyrə müxtəlifliyi, bu da 4 dənədir. Sinir var, dərə əzələ var, dalayıcı vardır hüceyrəsi və bir də təbii ki əlverişli şəraitdə dediyinə görə sinir hüceyrəsi 1, dərə əzələ hüceyrəsi 2, ondan sonra olacaqdır üçüncüsü dalayıcı hüceyrə 4 növ və bir də bunların hüceyrələrin arasında aralıq hüceyrədə olur, bu da 4 növ. Deməli, xarici qatdır. Xarici qat 4 növdür. Amma əlverişsiz şərait desəydi, 2 dənə cinsiyyət hüceyrəsi gələrdim üzərinə, o zaman 6 olardı. Amma burada cəmi ikisinin cəmi 6-dır, yəni cavabım C variantı olacaq. Hüceyrənin oksigensiz qalması zamanı ilk olaraq hansı orqanın funksiyası pozular? Hüceyrə oksigensiz qalanda ilk olaraq mitoxondriyin funksiyası pozular, çünki oksigenden istifadə edən mitoxondridir. 8-ci suala baxıram. Deyir ki, X, K, Y və Z hərflərlə müxtəlif sistematik kateqoriyalar göstərilir. Baxın, kateqoriyalarda bu fikirlər deyil. Sxemə əsasən düzgün olmayan fikri göstərir. K, mikrotəkamüllə əmələ gələn kateqoriya ola bilərmi? Ola bilər. Bu düzdür. Çünki əgər adaptasiya nəticəsində əmələ gəlibsə, adaptasiya nəticəsində növ də əmələ gələ bilir. Ona görə ola bilər. Bu getdi, bu da düzdür. X makrotəkamüllə əmələ gələn kateqoriya ola bilər. Burada yoxdur. Yəni, adaptasiya nəticəsində əmələ gəlmirsən, adaptasiya nəticəsində sinif də əmələ gəlmir. Amma sinif makrotəkamül nəticəsində əmələ gələn kateqoriya ola bilər.
Ona göre bu da getdi. Y. Makro təkamüllə əmələ gələn kateqoriya ola bilməz. Y bunda varsa, növdən böyükdürsə, təbii ki, həmən o kateqoriya makro təkamül nəticəsində əmələ gələ bilər. Bu əmələ gələ bilməz deməsi doğru deyil. Ona görə doğru cavabımız nədir? C variantı olaraq buradan götürəcəm. Keçək 9-cu sualımıza. Sual işarəsi yerinə yazılmalı. Daxili orqandır. Əzələnin işi iradidir. Təbii ki, söhbət nədən gedir? Daxili orqan işi iradi olan dildən söhbət gedəcəkdir. Ona görə cavab B variantı 9-da olur. 10-cu sual. Şəkildə bitkilərin fərdi inkişaflarında qamçılı qametlər əmələ gəldi demək olar mı? Olmaz. 2 dənə bitki verilib. 2 bitkinin ikisi də burada dişi bitkidir. Çünki üzərində qutucuq var. Olmaz çünki bu bitkilər fərdi inkişafında yalnız sporlar əmələ gəlir. Xeyr. Olar. Çünki bu bitkilər xeyr. Olmaz bu bitkilər dişi bitkilərdir. Bəli. Doğru cavab buradan C variantı olaraq göstərir. Çünki dişi bitkilər qamçılı qamet əmələ gətirə bilməz dərd edirsiniz. 11-ci sual. Törədiciləri bir hüceyrəli heyvanlar olan xəstəliklərdir. Yuxu xəstəliyi düzdür, amma vərəm heyvan deyil. Bu getdi. Bakteriya törədir. Yenə vərəmi bakteriya törədir. Getdi. Tenialikoz qut xəstəliyi da bir hüceyrəli deyil. Getdi. Qripi viruslar törədir. Getdi. Yuxu xəstəliyi. Bəli, bir hüceyrəli qamçılar törədir. Malyariya da sporlar törədir. Ona görə doğru cavab Y variantı olaraq götürəcəksiniz. İnsanın normal ontogenezi dövründə sayı azalır. Ürək kameralarının sayı azalmır. Əksinə bizim ürək kameralarının sayı artır. Bu səhvdir. Süd vəzlərinin sayı bəli, embrional dövrdə daha çoxdur, sonra azalır. Fəqərlər bəli, çünki məsələn quyruq fəqərlərimiz də var idi, getdikcə onlar qısalır. Əl barmaqlarının sayı xeyr, burada azalma müşahidə edilmir. Ona görə cavab 2 və 3 cavabını götürəcəyik. 13-cü sual. Bir nüvəli somatik heyvan hüceyrəsində mitozun anafaza mərhələsinin sonunda. Mitozun anafaza mərhələsinin sonunda kromosom sayı 4-in. Kromatit sayı 4-in. Və DNT zəncirlərinin sayda 8-in. Bərabərdir 16N-ə. O da bərabərdir 384-ə. Əgər 16N 384-dürsə, o zaman mən, baxın, indi görüm ki, buradan N nəyə bərabərdir? N-i tapmaq istəyirik. O zaman 384-ü böləcəyik 16-ya, düşəcək 24. N buradan bərabərdir 24-ə. Məndən də yumurta hüceyrəni soruşur. Yumurta hüceyrə zaten 24 N'dir. O da 24'dür. Doğru cavab C variantı 13'də eləyəcəkdir. 14-cü sualımıza keçək. 14. Cədvələ əsasən X-i, Y-i və Z-i müəyyən edin. Ürək kameralarının sayı 2-dir. Tənəffüs orqanı qəlsəmədir, mayalanma xaricidir. Siyənək ola bilər. Akula olmaz. Çünki mayalanması daxilidir. Timsah olmaz. Ürək kamerası 4'dür. Çəki ola bilər. Skat da olmaz. Çünki mayalanması daxilidir. Bunlar getdi. İkinciyə baxıram. Ürək kameralarının sayı 3'dür. Ağciyərən tənəffüsdir, mayalanma daxilidir. Deməli, buradan latimeriya ola bilməz. Çünki latimeriya ürək kamerasının sayı da 2'dir. Bu da getdi. Deməli, doğru cavabımız çəkidir. Bu birisi kərtənkələ düz gələcək. Z-ə də timsah düz gəlir. Doğru cavabımız D variantı 14'də eləyəcək. 15-ci sual. İnsanın həzm sistemi ilə bağlı doğru fikri göstərin. Qaraciyər yağların həzmində iştirak edən həzm fermentləri hazırlayır. Xeyr, öt hazırlayır. Həzm ferment deyil o. Bu fikir səhvdir. Qida mədədə həm kimyəvi, həm də mexaniki təsirlərə məruz qalır. Bəli, bu fikir doğrudur. Mədəyə qarışıq bəzi axaraçılır. Xeyr, səhvdir. Mədə vəzləri karbohidrat həzmində iştirak edən həzm fermentləri hazırlayır. Mədə karbohidrat həzmi getmir. Bu da səhvdir. Ağız boşluğunda qida yalnız mexaniki. Xeyr, ağız boşluğunda məsələn karbohidratlar da parçalana bilirlər. Bu da səhvdir. Ona görə cavab B variantı olacaqdır. 16-cı sual. Qapalı qabda 5 bakteriyadan 2 saat ərzində fasiləsiz bərabər müddətli bölünmələr nəticəsində 160 bakteriya əmələ gəlibsə, 2 saat ərzində, baxın, 20 dəqiqədən bir bölünmüş mü? Xeyr, mənə bölünmənin sayını soruşur. Gəlin baxalım, 5 dənə bakteriya varımdır. 5 vurulsun, 2 üstü N yazıram bura. 2 üstü N. O da bərabərdir 160'a. Deməli 160 2 üstü N
beraber 160'ı 5'e böleceğim. 160'ı 5'e bölüşecek 32. 2 üstü n neçə? 32 eləyər. 2 üstü 5 eləyər. 5 dəfə bölünübdür. 5 dəfə bölünübdür. Mənim də 2 saatım var. Yəni 120 dəqiqə ərzində 5'e böləm bunu. 120'ni böləm 5'e 120 bölünsün 5'e o düşür 24. Deməli bu hər bölünmə arasındakı müddət 24 dəqiqəyə bərabər olacaqdır. Ona görə doğru cavab kimi D variantı olur. 17-ci sual. Cədvəlin tamamlanması üçün lazım olan sözləri müvafiq olaraq sağa ardıcılla soldan sağa yəni ki ardıcılla müəyyən edin. Olarak sağa ardıcıllığını müəyyən, sağa ardıcıllığını. Ürək yığılmalarının sayı parasimpatiklər onu zəiflədir. Ona görə 3'ü yazıram. Qan damarlarını parasimpatiklər genişləndirir. Ona görə 2'ni yazıram. Bağırsağın dalğavari hərəkətini parasimpatik gücləndirir. Ona görə 4'ü yazıram. Göz bəbəyini daraldır parasimpatiklər. Ona görə 1 yazıram. 3, 2, 4, 1. Cavabımız A variantı olacaq. Atın filogenetik sırasında birinci canlının parmaklarının ümumi sayı. Birinci canlının parmaklarının ümumi sayı 20 dənədir. Çünki hər əlində bunun 5 dənə barmağı var. Hər ətrafında deyim. 5 dənə barmağı vardır. 5-ci atdır. Rudiment barmaqların sayının cəmindən. Rudiment barmaq da burada hər ətrafında 2 dənədir. Bu da 8 eləyir. Cəminə neçə də ədəd çoxdur? 20 çıxılsın 8 bərabərdir. Cavab 12 eləyəcək. Yəni cavab burada Y variantı eləmiş olacaqdır. Keçək 19-cu sualımıza. İnsan skeletinə aid verilmiş sxemə əsasən uyğunluğu müəyyən edin. Deməli, birinci, ətraf sümüyü ilə bilavasitə birləşir, döş sümüyü ilə bilavasitə birləşir. Mən həm ətraf sümüyü ilə, həm də döş sümüyü ilə bilavasitə birləşən sümük, məsələn, körpücüyü götürə bilərəm. Körpücük sümüyü həm gəlir döş sümüyü ilə birləşir, həm də eyni zamanda gedir kürək sümüyü ilə birləşir. Bu körpücük ola bilər. D-ni yazıram bura. İkinci, döş sümüyü ilə bilavasitə birləşir, onurğa sütunu ilə bilavasitə, bura qabırğalardır təbii ki. Buna Y-ni yazacağım. Ətraf sümüyü ilə bilavasitə birləşir, onurğa sütunu ilə bilavasitə birləşir. Ətrafla birləşir və onurğa sütunu ilə birləşir. Burada çanağı götürə bilərəm. Bəli, bu da çanaq ola bilər. Niyə? Çanaq çünki həm oma fəqərəsi ilə birləşir, həm də eyni zamanda buz sümüyü ilə birləşir. Ona görə 1 dəniz, 2 A, 3 Y. Yəni doğru cavabımız B variantı olmuş olacaqdır. 20-ci sual. Müəyyən kütlədə darı toxumları və bundan 2 dəfə çox kütləsi olan qarğıdalı toxumları darını n qədər götürün. Qarğıdalı da ondan 2 dəfə çoxsa qarğıdalı 2 n qədər götürün. Düzəlməsinə ümumilikdə 15 su sərf olunur. Darı n-dirsə öz çəkisinin 1/4 qədər 0,25 n qədər su tutdu. Üstə gəlinsin. Qarğıdalı 2 n isə öz çəkisinin yarısı qədər n qədər su tutdu. O da bərabərdir 1,25 n-ə. O da bərabərdir neçəyə? 15'ə. Deməli, n də buradan bərabərdir 1,25 deyirsə əgər, mən götürsəm 15'i böləcəm 1,25'ə, o da 12. N bərabərdir buradan 12. Tamam, deməli 12 darı toxumunun quru kütləsiymiş. 24 də qarğıdalının quru kütləsiymiş. Məndən soruşur, qarğıdalı toxumların cücərməmiş kütləsi neçə olar? 24. Doğru cavabımız D variantı olacaqdır 20'də. 21-ci sual. Meyoz bölünmənin fazaları verilmişdir. İkinci mərhələyə aid olanları seçin deyir. Bu birinci mərhələdir. İkinci mərhələ deyil. Bu ikinci mərhələdir. Çünki artıq qütbə çəkiliblər. Tək xromatlı xromosomlar bölünürsə, bu da ikinci mərhələyə aiddir. Bütöv xromosom çəkilirsə, birinci mərhələdir. Bir cərgə düzülübsə, ikinci mərhələdir. İki cərgə düzülübsə, birinci mərhələdir. Və bu da, təbii ki, tək xromatlı xromosom çəkilirsə, bu da ikinci mərhələdir. Demək, buradan 2, 3, 5 və 7. Doğru cavabımız D variantı olaraq
olacaqdır deyəcəksiniz burada. 22-ci sualımıza keçək. Daltonizm X cinsil xromosomu ilə ilişki resesiv əlamətdir. Daltonik kişi Daltonik kişi normal görən, lakin anası daltonik olan qadında evlənir. Deməli, kişi X kiçik H Y-dir. Qadın isə X böyük H X kiçik H-dır. Qadın normal olsa da, amma anası daltonik olduğuna görə anasına xəstə gen alır, deməli qadın daşıyıcıdır. Buradan alınır X böyük H X kiçik H. Buradan alınır X kiçik H X kiçik H. Buradan alınır X böyük H Y və X kiçik H Y alınır. Məndən soruşur ki, doğulan ilk uşağın daltonik oğlan olma ehtimalı nə qədərdir? Zaten daltonik olma ehtimalı oğlan 4'te 1'dir. 4'te 1 de 25% deməkdir. Ona görə cavabımız A variantı olacaqdır. 23-cü suala baxırıq. Xarici və daxili əlamətləri eyni olan və təbii şəraitdə çarpazlaşmayan, müxtəlif növə aid olan heyvanlar zooparkda bir yerdə saxlanıldıqda sərbəst çarpazlaşıb döllü nəsil verirsə, bu heyvanların hansı kriterləri fərqli ola bilər deyir. Bizim dərsliklərdə bunlara misal olaraq məsələn, bəzi nümunələr var. Coğrafi cəhətdən ayrı-ayrı növlərdirlər, amma coğrafi cəhətdən ayrı-ayrı yerlərdə. Məsələn, zuburla bizonu bizə misal verir. Heç vaxt təbiətdə bir-biri ilə qarşılaşmırlar. Ona görə də bunlar çarpazlaşa bilmir. Amma təbiətdə də qarşılaşsaydılar, çarpazlaşsaydılar, döl nəsil verə bilərdilər. Bu da coğrafi kriterini göstərir bizə. Ona görə doğru cavab kimi 23-də B variantını vermiş olacaq. Keçək 24-cü sualımıza. Qrafikdə müəyyən bir ekosistemdəki qida zəncirində trofik səviyyələr üzrə canlıların orqanizminə keçən enerji ötürmələri təsvir olunmuşdur. Minimal enerji itki şəraitində. Minimal itki varsa keçid deməli maksimumdur. 80.000 enerji var imiş. Birincidə. 80.000 enerjinin 20%, 80.000'in 20%. Keçir N'in bədəninə. 20%'ni tapanda 80.000 20% edir 16.000. Yazdım bura 16.000. 16.000 20%'i eləyəcəkdir 3.200. Onun da 20%'i eləyəcəkdir 640. Məndən soruşur K çıx L. K'nın qiyməti 3200'dür. L'in də qiyməti 640'dır. Çıxanda bunları bərabər eləyəcəkdir. Deməli, nəyə bərabər eləyir burada da? Al 3200 çıxılsın 640. 2560. Doğru cavabımız A variantı olacaqdır. Buradan da. 25-ci sualımıza keçirik. 25. Yanlış mülahizəni müəyyən edin. DNT molekulunun müəyyən bir hissəsində ümumi nukleotidlərin sayı 240'dır. Tamam. 240 dənə nukleotid var ümumi olaraq. 50 dənə adenin var. Əgər 50 dənə adenin varsa, bu o demək ki, 50 dənə də timin var. Bunu bildik. Yer 100'ü getdi, yerdə qaldı 140'ı. 70 dənə guanin var, 70 dənə sitozin var. İndi şərtə baxırıq. Pentozaların sayı 240'dır. 240 nukleotid varsa, təbii ki, 240 dənə pentoza var. Bu fikir doğru fikirdir burada. Sonra guanin azot əsaslarının sayı 70'dir, bəli. 70 guanin var. Hidrogen rabitələrinin sayı, ümumi nukleotidin sayı 240'dır. Üstəgəl sitozinin sayı da 70'dir. Bərabər 310 dənə hidrogen rabitəsi var. Amma deyir 260'dır. Deməli yanlış deyir. Ortofosfat turşu qalıqlarının sayı 480'dir. Xeyr, elə 240 dənə də ortofosfat turşu qalığı var. Bu da səhvdir. Nukleotid cütlərinin sayı 120'dir. Nukleotid cütlərinin sayı bəli 240'dırsa 120 cütdə olacaqdır. Bu da düzdür. 3'dən 4 burada yanlış cavab olacaqdır. Keçək 26-cı suala. Birlikdə sayı
20 ədəd olan xasta örümçək və işçi arılarda cəmi 184 hərəkət orqanı olarsa, X qədər xasta örümcək var. Üstə gəlinsin Y qədər işçi arı var. Cəmləri 20-yə bərabərdir. Amma xasta örümcəkdə 8 dənə hərəkət orqanı var. 8x üstə gəlinsin. Burada da deməli arada 10 dənə var. 10y bərabərdir. Birlikdə 184-ə bərabər olmuş olur. Hər tərəfi 8-ə vurum. Yəni bu tərəfi 8-ə vurum. Bu eləsin 8x 8-ə vuranda. Yəni 8x üstə gəlinsin 8y. O da bərabərdir 160-a. Bunu da yerinə saxlayacağım. 8x üstə gəlinsin 10y bərabərdir 184-ə. X-lər getdi. 10y-dən 8y çıxanda yerdə qaldı. 2y bərabərdir 184-də 160 çıxanda 24-ə. Y də buradan bərabərdir 12-yə. Tamam. Y nə idi məndə? Arı. Deməli 12 dənə arım var imiş. Cəmi 20-dir. 8 dənə də xasta örümçəyin var imiş. Xasta örümçəklərdə cəmi neçə ədəd toruz ilici olar? 8 dənə xasta örümçəyin varsa 3 cütdür. 6 dənə toruz ilici olarsa bu da bərabərdir. 8 vurulsun 6 48-ə bərabər olacaqdır. Bu da bizim 26-cı sualımızın cavabı. Keçək indi 26-cı sualdan sonra 27-ci sualımıza. Tamam. 27-yə baxırıq indi. Kartof bitkisinin ehtiyat qida halında nişastanın zoğunun şəkli dəyişmə, nişastanın zoğun şəkli dəyişib toplandığı söyləmək olar mı? Olar. Çünki gövdə yumrusu gövdənin uç hissəsinin yoğunlaşması nəticəsində əmələ gələ bilir. Genişləməsi əmələ gələ bilir. Olar. Çünki onun gövdə yumruları yarpaq, yeraltı zoğların uç hissələrinin genişləməsindən əmələ gəlir. Bəli. Ona görə doğru cavabımız 27-ci sualda D variantı olmuş olacaq. Keçək 28-ci suala. Peptid rabitə hansı atomlar arasında əmələ gəlir? Bilirsiniz ki, peptid rabitənin əmələ gəlməsində birinin karboksil qrupu ilə digərinin amin qrupu iştirak edir. Yəni birinin karboksil qrupu ilə digərinin amin qrupu. Ondan sonra C, O, bu birisindən də buradan N birləşir. Yəni karbonla hidrogen arasında peptid rabitə əmələ gəlir. Ona görə karbonla hidrogen, azot arasında üzrəm. Karbonla azot arasında hidrogen rabitə əmələ gəlir. 1 və 4. Yəni B variantı olmuş olacaqdır bilirsiniz. 29-cu sual. İnsan orqanizmində hansı vəzlərin sayı daha çoxdur? Həzm vəzlərinin sayı daha çoxdur. Çünki ağızda çoxlu həzm vəzli var, məddə var, bağırsaqda var. Həzm vəzləri daha çoxdur. Ağız suyu vəzləri nə qədər olsa da, həzm deyəndə ağız suyu da ora daxil olur, mədə də ora daxil olur, bağırsaq da ora daxil olur. Hamısı bura daxil olmuş olur. 30-cu sualımıza baxırıq. Meyvələri kiçik və turşdur, kitayka. Düzdür. Soyuğa davamlıdır, yenə kitayka. Düzdür. Alma sortu ikisi də düzdür. Meyvələri iridir, düzdür. Beflə kitayka sortu alınarkən bu bitkinin tozcuğundan istifadə olunmuşdur. Beflerdən yox. Befler burada ana bitki kimi istifadə olunub. Kitaykadan istifadə olunmuşdur. 5 burada yanlış olaraq bizə verilir. Nöqtələrin yerinə uyğun gələn sözlərin düzgün ardığını müəyyən edin. Təbii seçmə. İndi baxırıq. Amili olub, istiqamətli. Təbii seçmə istiqamətli. Təkamül amil olub. İlk dəfə həyat yarandığı andan, yəni arxeik erasından meydana çıxmışdır. Bu seçmədə növ üçün lazımlı əlamətlər seçilir. Ona görə nəyə götürəcəksiniz? 2, 4 və 7. Yəni A variantı olacaq. 32-ci sualımıza baxırıq. Nöqtələrin yerinə uyğun gələn ifadələrin düzgün ardıcılığını müəyyən edin. Lampa yandıqda itdə ağız suyu ifrazı baş verir. Tamam. Lakin bu zaman güclü zəng səsi eşitdikdə itdə səmt refleksi yaranır. Zəngə doğru baxır deyə səmt refleksi yaranır. Ağız suyu ifrazı kəsilir. Bu tormozlanma xarici tormozlanmadır. Xarici tormozlanmada bir şərtsiz tormozlanma dediyimizə görə 3 və 4 götürəcəyik. Cavab Y variantı olacaq. 33-cü sual. May böcəyində ağız aparatında qolcuqlar bilavasitə alt dodağa və alt çənəyə birləşir.
alt dodağa və alt çənəyə. Ona görə 3 və 4, yəni cavabımız burada A variantı olacaqdır. 34-cü suala baxırıq. Cədvələ əsasən düzgün cavabı seçin, deyir. Baxıram indi, cavabı tapın. Burada B aləminin çoxücə nümayəndələri vardır. B nədir? Qaranlıqda avtotrof yola qidalana bilən nümayəndələr vardır. Qaranlıqda avtotrof qidalana bilən xemosintez edicilərdir. Onlar bakteriyalardır. Bakteriyalarda çoxücə nümayəndəsi yoxdur. Bu fikir səhvdir. B bəndi. D aləminin xloroplast varsa bitkidir. Sporla çoxala bilən nümunələr vardır. Əlbəttə, bitkilərin mamırlardır, ondan sonra qıcılardır. Bunlar sporla çoxala bilirlər deyə nümunəsi var. Demək, bu cavab düzgün cavabdır. Digərlərinə baxıram. A aləminin xlorofilə malik nümunəsi yoxdur. Hüceyrə divarı olmur deyir. Hüceyrə divarı olmursa söhbət heyvanlardan gedir. Onların da klorofilə malik olan nümunələri var təbii ki. Yaşılev, qına, Volvox. C aləminin yalnız çoxu C nümunələri olur. C aləminin xeyir, göbələklərdir. Göbələyin bir hüceyrə nümunəsi də vardır deyəcəksiniz. Sonra gəlir ki, B aləminin nümunələrində nüvə olur. B aləmi bakteriyada olan nüvə yoxdur. 35-ci suala baxıram. Orta yaşlı sağlam insanın börək nefronun quruluşu və onda olan bəzi damarlar sxemdə rəqəmlərlə göstərmişdir. Hansı damarlarda axan qanda karbon qazı və sidik cövhərin qatığı daha çoxdur. Ən çox karbon qazı buradadır. Niyə? Çünki artıq burada venadır, venoz qandır. Amma sidik cövhəri ən çox haradır? Böyrəyə gələndədir. Nefrona girəndədir. O da burada birincidir. Ona görə ən çox karbon qazı 3-də, ən çox sidik cövhəri 1-də. Yəni doğru cavabımız buradan Y variantı olacaqdır 35-ci sualda. Keçək 36-cı suala. Əgər diplot xromosom dəstli iki evli bitkinin dişi fərdinin erkək fərdi ilə tozlanması nəticəsində əmələ gələn toxumun endosperm hüceyrəsi nüvəsində 2 ədəd X sinsiyyət xromosomu varsa, endospermdə 2 dənə X var. Ha? O deməkdir ki, endospermi X, XY daşıyır. Deməli, bunun dişisi XX-dir, erkək XY-dir. Erkək heterogamit deməli bu. Dişi heterogamit xeyr, deyil. Çırpaq toxumlu da deyil. Çünki çırpaq toxumda belə ola bilməz. Haploid dəstə malikdir onda. Dişi heterogametliyə malik deyil. Erkək heterogametliyə malik ört toxumlu bitkidir. Bəli. Bunu götürə biləcəm. Doğru cavab 36-da D variantı olacaqdır. 37-ci suala baxaq indi. Cədvələ əsasən X üstəgəl Y cəmini hesablayın. Günə baxan 1000 dənə çiçəkdən ibarət sərbəst çiçək qrupunda. Baxaq, izahını veririk bunun şeylə. Kalkulyator açalım. Erkək çiçəklərin ləçəklərin nisbəti 4-ün 3-ədir. Zaten burada 1000 dənə çiçək varsa, demək 5000 dənə yadda saxlayın. Nə var? Ləçək var. 5000-i böləcəm 4-ə. 5000-i 4-ə böldükdən sonra bölürəm bunu 4-ə. Düşür 1250. 3 dənəsi də vuracam 3-ə 3750. Deməli 3750 dənə də bunun erkəkçiyi var imiş. Baxın 5000 ləçək var imiş. 3750 dənə erkəkçiyi var imiş. Bir çiçəkdə 5 dənə erkəkçiyi olur. Ona görə 3750-ni bölən 5-ə. Yəni 3750-ni 5-ə böləndə 750 dənə nə var imiş? Deyək ki, boru şəkilli çiçək var imiş. O deməkdir ki, 750 dənə də yumurtacıq var. Hər boru şəkildə bir dənə. 1500 dənə də dişicik ağızcığı var. 750 yumurtacıq varsa 750 dənə dişicik var. 750-də deyəcək ki, 2-yə vuranda, çünki biri 2 dənə ağızcıqlıdır. Bunları toplayıram. Bunları topladığım zaman 2250. Yəni doğru cavabımız C variantı eləcəkdir. 38. Orta yaşlı sakit halda müəyyən müddət ərzində tənəffüs etmişdir, deyir. Tənəffüs etmişdir. Bu müddət ərzində qana keçən oksigenin həcmi ilə atmosferə xaric olunan karbon qazının həcmi arasındakı fərq 20-dir. Mənim qana keçən oksigenin miqdarı 25-dir. Xaric etdiyim karbon qazının miqdarı 20-dir. Aradakı fərq 5-dir. Bir tənəffüsdə. Ağciyərlərə həmin müddət ərzində insan ağciyərinə cəmi neçə litr hava daxil olur?
Akciğerlere 500 millilitr hava daxilində bir tənəffüs zamanı oksigenlə karbon arasındakı fərq 5-ə bərabərdir. Əgər buradakı fərq neçə litr havadan, buradakı fərq əgər 600 olarsa, o zaman x-dir. X də buradan bərabərdir deyəcək bizə. Ne edeceksiniz? Bunlar 5 ilə bu x'lar getdi. Bu düşdü bir dəfə, bu düşdü 100 dəfə. Tamam. Bu düşdü 100 dəfə, o da bərabərdir 60 min. 60 min millilitr, amma bizdən litr soruşuna görə 60 litr eləyəcək. Cavab A variantı olmuş olur. İnsanda antropomorfozlara aid etmək olar. Quyruğun yox olması xeyir. Çünki məsələn insana bənzər meymunlarda da quyruq yoxdur. Bu getdi. Onluğallarda lordoz və kifoz əylikdən əmələ gəlir. Bəli, bu sırf insana xasdır. Ona görə cavab B variantı olacaq. 40-cı sual. Düzgün fikri müəyyən edin. İki qan dövrünə malik bütün heyvanların yetkin fərdlərində qan tənəffüs orqanlarının arteriya damarından keçir, xeyr. Ancaq balıqlarda olur, bir qan dövran olanlarda. Ürək 2 kameralıdır, xeyr, deyil. Qan ürək boşuna vena damarı ilə qayıdır, bəli. Hamısında, 2 qan dövran olan hamısında qan ürəyə, ürək boşuna vena damarı ilə qayıdır. Ona görə doğru cavab C variantı olmuş olacaqdır 40-cı sualımızda.